إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ولا تقتلوا النفس التي حرم الله إلا بالحق ومن قتل مظلوما فقد جعلنا لوليه سلطانا فلا يسرف في القتل إنه كان منصورا. Sadaqallahul aliyyul azim. Allahın salavat-ı selamı olsun Peyğəmbərimiz və onun pak əhl-i beytinə. Salamlayıram əziz izləyicilərimiz sizi Natiq-i Quran verilişində. Verilişimiz, keçən verilişimizdə deyildiyi kimi İmam Hüseyin əleyhisselamın bu müqəddəs yolunun Quranla bağlılığı və məxsusi yerlərdə Quran tilavəti və İmam Hüseyin əleyhisselamın yolunun haqlığının sübutu Quran ayələri ilə ki, məxsus yerlərdə Quran oxuyubdur. Aşura gecəsi, biz ki, Tasua günü deyirik, Tasua günü İmam Hüseyin əleyhisselam möhlət almışdı. İbn-i Sədin qoşunundan, İbn-i Sədin özündən demişdi ki, gedin bugünü icazə alın. Mən sevirəm namaz qılıb Quran oxumağı. İmam Hüseyin əleyhisselam həm namaza, həm Qurana aşiq idi. Və bütün yerlərdə oxuduğu ayələrlə insanlara istəyirdi, sübut edə ki, bizim yolumuz Qur'anın yoludur. Bundan ayrı bizim yolumuz yoxdur. Qur'an oxu sən, natiqi Qur'ansan Hüseynim. Bilsin hamı Qur'anı qurbansan Hüseynim. Əziz izləyicilərimiz, bugün bir-birindən maraqlı, möhtərəm qonaqlarımız var. Mən istərdim onları sizə təqdim eləyəm. Təbii ki, onların da bu verilişə öz töhvələri var. İlk öncə istərdim Ustad Hacı Əzzaman bizim qonağımızdır. Bəli, Azərbaycanımızın tanınmış Quran ustadlarından, Quran müəllimlərindən, Quranı təbliğ eləyən, Əhl-i Beytin yolunu təbliğ eləyən ustadlardandır ki, bizim qonağımızdır. Həm Quran tilavəti ilə və həm Əhl-i Beyt əzasının matəmində bizlərə təbii ki, mərsiyələrlə, nohələrlə xidmətimizdə olacaqlar. Allahdan müvəffəqiyyət arzu edirəm. Hacıya xoş gəldim deyirəm, istərdim sizlərlə salamlaşsın. Xoş gəlib Ustadcı. Selamun aleyküm. Aleykəssalam. Xoş gördük sizi, xoş gördük əziz qardaşımızı və bütün Əhl-i Beyt aşiqlərinə Allah Teala'dan uzun ömür, bərəkətli ömür, can sağlığı istəyirəm. Və Allah Teala bizi dünya və axirət İmam Hüseyin əleyhissalamdan və onun əzizlərindən ayrı salmasın. Çox sağ olun Hacı, Allah razı olsun, təşəkkür edirik. Və növbəti qonağımız bizim Quran qarisi və Quran sədası müsabiqəsinin iştirakçılarından olan Simran Əliyevdir ki, Quran tilavət eləyəcək, nohə oxuyacaq siz əzizlərin xidmətində. Onu da salamlayıram, istəyirəm əzizimiz izləyicilərimizlə salamlaşsın. Xoş gəlibsiniz. Əleyhissalam, Hacı Seyyid Əli müəllim. Mən də sizi salamlayıram. Ustadımız Hacı Əzzaman müəllimi salamlayıram. Bütün Əhl-i Beyt aşiqlərini salamlayıram. İnşallah müvəffəq olaraq biz də İmam Zamanın diqqətini cəlb eləyərik inşallah. İnşallah, Allah müvəffəq eləsin. Çox sağ olun. Allah razı olsun. Bəli, əziz izləyicilərimiz, ilk olaraq sözü veririk Hacı Əzzaman müəllimə. Ustad inşallah Quran tilavət etsin. İnşallah Hacı hardan tilavət edəcəksiniz? İnşallah Əhzab surəsinin 21-ci ayəsindən 24-cü ayəsinə də Quran tilavət edəcək inşallah. Allah qəbul etsin. Buyurun Hacı. أعوذ بالله من الشيطان الرجيم
بسم الله الرحمن الرحيم لقد كان لكم في رسول الله أسوة حسنة لمن كان يرجو الله واليوم الآخر وذكر الله كثيرا ولما رأى المؤمنون الأحزاب قالوا هذا ما وعدنا الله ورسوله وصدق الله ورسوله وما زادهم إلا إيمانا وتسليما. من المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا ليجزي الله الصادقين بصدقهم ويعذب المنافقين إن شاء أو يتوب عليهم إن الله كان غفورا رحيما. صدق الله العلي العظيم. Allahümme salli ala Muhammed ve ali Muhammed. Çox sağ olun. Acı təşəkkür edirəm. Allah razı olsun. Allah sizə sözə, nəfəsüzə, ömrünüzə bərəkət versin inşallah. Hacı, bu tilavət etdiyiniz ayələr yəqin ki, nəsə bir özəlliyi var bu ayələrin tilavət olunması üçün. İstərdim əziz izləyicilərimizə bu ayələrin Kərbəla hadisəsi ilə İmam Hüseyn əleyhisselamın bu müqəddəs yolu ilə nə əlaqəsi var bir məlumat verərdiniz. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala nebiyyina və alihi tahirin və la'netullah ala a'daihim ecma'in. Əhzab surəsinin 21-ci ayəsi Allaha və axirətə imanı olan, ümid bəsləyən, Allahın rəhmətinə və axirətin əbədi səadətinə qovuşmaq istəyənlər üçün Peyğəmbərin nümunəvi şəxsiyyət olmasından söhbət açır. Hər kəs istəyir ki, nümunəvi insan olsun, nümunəvi şəxsiyyətin geri ardıcan gedə. Bəli. Təbiidir, həyatımızın bütün sahələrində belədir. İnsan ideal axtarışındadır.
mümkündür ideal seçimdə səhvə yol verə bilər. Bəli. Mümkündür elə bir insanların ardınca gedə bilər ki, o həqiqətən də məzəmmət olunan və Allahın qəzəbli olduğu şəxslərdən ola bilər. Amma onun fikrincə həmin şəxslər düzdürsə, çalışır ki, ona təqlid eləsin, ona oxşasın. Onunla həmin sevdiyi şəxsin arasında bir bağlılıq olsun. Rəftarını, danışığını, geyimini, hərəkətini çalışır ki, onun kimi eləsin. Allah Müteala buyurur ki, mənim nəzərimdə hər kəs ilahi rəhməti əldə eləmək istəyirsə, əbədi xoş gün üçün, cənnətdə yaşamaq üçün arzulu eləyirsə, ümidlə yaşayırsa, belə desək, axirətini sığortalamaq istəyirsə, Allahın Rəsulu onun üçün nümunədir. Peyğəmbər Əkrəmi bəziləri, çox təəssüf ki, ancaq belə tanıtdırlar. Peyğəmbər Əkrəm mehriban idi. Peyğəmbər Əkrəm ancaq günahkarlarla üzbəüz gəldikdə onları tövbəyə səsləyirdi və ona qarşı pislik ondan ancaq yaxşılıqla dəf eləyirdi. Bundan artıq danışmırlar. Halbuki Həzrət Rəsul-i Əkrəmin döyüşdə mövqeyi çox sərt idi. Çünki Allah Quran-ı Kərimdə başqa yerdə də buyurur axı. Muhammedun Rasulullah vəl-ləzîne âmenû ma'ahu əşiddâ'u alel-kuffâri ruhamâ'u beynəhum. Öz aralarında bir-birlərinə qarşı mərhəmətli, şəfqətlidirlər. Amma kafirlərə qarşı çox sərtdirlər. Həzrət Rəsul-i Əkrəm müharibə zamanında, çünki bu surə Əhzab surəsinin ayəsidir. Kafirlər, Yahudilər... Əhzab surəsi hacı, bu Xəndəq müharibəsi. Bəli. Əhzab yəni bir neçə dənə belə deyək, təşkilatın bir-birinə birləşməsidir. Vahid qüvvə kimi, vahid qüvvəyə çevrilib, İslamı aradan aparmaq üçün atdıqları addım idi. Yahudilər, Məkkənin müşrikləri, bütpərəstlər bir-birlərinə söz verdilər ki, əl-ələ verək tək ki, bu İslamın. Belə desəkdə, onlar üçün Peyğəmbər kimi tanımırdı. Abdullahın oğlunun səsini kəsək və İslamın fatihəsi oxunsun bir dəfə ilə, bir hücumla. Həmin deməli, zamanda, o kəskin vaxtda, yəni İslamın təhlükədə olduğu vaxtda hamı Peyğəmbərə baxırdı, gördə Peyğəmbərə Əkrəm özü xəndək qazır, özü ondan sonra lazım gələndə öz ətrafında olan əskərlərlə gülərüz, təbəssümlə onların ruh yüksəkliyi verir, özü zəhmət çəkir, o da başqaları kimi işləyir, müharibədə çıxışlar eləyir, onları hazırlayır ki, ruhən hazırlayır ki, düşmənin qabağında dursunlar. Və əsla da məyus olmasınlar və bilsinlər ki, Allah bunların arxasında durur. Hacı, mən bir söz deyim, bu nümunə məsələsi o qədər önəmli məsələdir, Allah üçün önəmli məsələdir ki, bir ayə istərdim zehninizə sizin yaxın edən. Hər gün, gündə ki, 5 vaxt namaz qılırıq, onların bu namazlarımızın 2 rükətində biz həmd-surə oxuyuruq da. İhdinəs sıratəl müstəqim. Allah'a deyir ki, Allah bizi doğru yola yönəlt. Orada Allah özü göstərir ki, doğru yol hansıdır? Sıratəl-ləzīnə ən'amtə əleyhim. Yəni, bu sizin nümunəniz, əgər doğru yol istəyirsə, mən nemət verdiklərimin dalıca. Nümunə o qədər önəmlidir ki, Allah gündə namazda bizə onu xatırladır ki, siz doğru yol getmək üçün hökman bu nümunəvi insanların dalıca getməlisiniz. Həmin sözü qüvvət, o ayənin də izah eləyən başqa ayə, Yasin surəsində buyurur ki, alə sıratın müstəqim, innəkə ləminəl mürsəlin, alə sıratın müstəqim. Sən mürsəl peyğəmbərlərdənsən və sən düz yoldasan. Doğru yoldasan. İndi biz və bütün bəşəriyyət üçün Peyğəmbər Əkrəm nümunədir. Xoşbəxt səadət Peyğəmbərin qapısındadır. Peyğəmbərə baxmaqla insan nümunəvi və ideal şəxsə çevrilə bilər. Sonra Allah Müteala buyurur ki, ardıysan, وَلَمَّا رَأَ الْمُؤْمِنُونَ الْأَحْزَابِ قالوا هذا ما وعدنا الله ورسوله وصدق الله ورسوله. Elə ki möminlər gördülər ki, düşmən əl-ələ verib və İslamı aradan aparmaq istəyir və Peyğəmbərin həyatı, müsəlmanların həyatı, din təhlükədədir. قالوا هذا ما وعدنا الله ورسوله. Bu Allahın və onun elçisinin bizə verdiyi vəd idi. Və sadaqallahu və rasuluhu. Allah da və onun elçisi də nə deyib? Doğru deyib bizə. Peyğəmbər Əkrəm xəbər vermişdi. Təfsirlərdə
müxtəlif bu barədə söhbət gedir. Bəziləri bunu deyir ki, müfəssirlər vururlar ki, Peyğəmbərin verdiyi vədə bundan ibarətdir ki, Allah və Peyğəmbərin vədisi budur ki, qələbə bizimlə olacaq. Biri bu idi. Bir də bu idi ki, Peyğəmbər Əkrəm qabaqcadan demişdi ki, sizi bu təhlükə gözləyir. Təhlükə gözləyir ki, düşmən hücum eləyər. Və onlar da bunu görəndə dedilər ki, bəli, Peyğəmbər düz Peyğəmbər nə dedi? Doğru dedi. Bu sonra وَمَا زَادَهُمْ إِلَّا إِيمَانًا وَتَسْلِيمًا. Bu möminləri ki, Allah Teala xüsusi vurğulayır, bunlar bu izdihamı, bu deyə düşmənin qüvvəsini, deməli, gücünü gördükdə bunların imanı süsləşmədi. Bəli. İmanları artdı ki, azalmadı. Və onlar da Allaha təslim olmaqda daha da irəli getdilər. Məyusluq onlarda yaranmadı. Münafiqlər kimi deyildilər ki, danışıqlarla əməlləri düz gəlməsin. Əsl mömindirlər. Bəli. Ki, düşüncədə də, hərəkətdə də Peyğəmbərin layiqli ardıcılı oldular. Sonra Allah Müteala buyurur ki, minəl mu'mininə ricalun sadaqu ma'ahadullah aleyh. Möminlərin arasından elə kişilər var, elə şəxslər var ki, Allahla bağladığı əhdə sadiq oldular. Bəli. Allahla bağlanılan əhd nə idi? Orada söz var. Allahla bağlanılan əhd nə idi ki, Allah yəni onlar ona sadiq oldular. Allah Teala'nın Quran-ı Kərimdə neçə dəfə əhd söhbətindən danışır. Birinci budur ki, Yasin surəsindən götürək. Ələm a'həd iləykum ya bəni Adəmə əllə ta'budu şeytan innehu ləkum aduvvun mubin və ən i'buduni həzə sıratun müstəqim. Əhd bağladım sizinlə ki, şeytana qul olmayın. Bunlar o sözə sadiq oldular. Allah, səninlə bağladığımız əhdi biz pozmadıq. Biz sənə itaət elədik və o əhdin üstündə durdular. Allah Teala da Quran-ı Kərimdə başqa bir ayədə maraqlı bir şey deyir ki, Əvfu bi'əhdi ufi bi'əhdikum. Siz əgər mənə əhdə vəfalı olsaz, mən də əhdimə vəfalı olacağım. Allahın əhdi nədir? Əhdinə sadiqliyi nədir? Allah nəyi vədə verir bəndələrinə? Cənnətun təcri min təhtihəl ənhar. Altından çaylar axar cənnətlər öz sevdiyi bəndələrinə vədə verir. Fəminhum mən qada nəhbə. Onlardan bir dəstəsi əhdlərinə vəfa etdilər. Yəni, ilahi məqamə, yəni şəhadət məqamına uzaldılar. Və minhum mən yantazir. Onlardan bəziləri də hələ də gözləyir. Və ma bəddəlu təbdilə. Və onlar öz düşüncələrində, onlarda süslük və dəyişkənlik əsla görsənmədi. Onlar öz sözlərinə də, əhdlərinə də sadiq oldular. Bu ayənin nazil olma səbəbi barəsində buyururlar ki, həmin bu hissə ki, əhdlərinə vəfa elədilər, məqsəd Həzrəti Peyğəmbərimizin əziz əmisi, şəhidlər sərvəri Həzrəti Həmzə və eyni zamanda da ki, Əli əleyhissalamın qardaşı Cəfər Təyyar barəsində buyururlar. Və minhum mən yantazir ki, Əli əleyhissalam buyurur ki, intizarda olan da mənəm, şəhadəti gözləyirəm. Və bu ayə təkcə onlarla kifayətlənmir. Düzdür, nazil olma səbəbi Həzrəti Əli əleyhissalam, Həzrəti Həmzə barəsində ola bilər. Allahın ayələrinin təbii ki, belə deyək, əhatəsi genişdir, bütün zamanlara aiddir. Yəni, insan əgər Allaha iman gətirsə, əhdinə sadiq olsa, ya şəhid olacaq, ya şəhadət arzusunda olacaq. Şəhidlik də birdən ona bu dünyada qismət olmasa, Allah ona şəhidin savabını verəcək. Mütləq belədir. İndi bugünkü mövzumuz... Sözümüz budur ki, və mən yəntəzir ki, biz rast gəlir ki, İmam Hüseyin əleyhissalam bu ayəni çox oxuyurmuş. Nə əlaqəsi var bunun? İmam Hüseyin əleyhissalam Aşura hadisəsi olmamışdan öncə, bilirsiniz, Küfəlilərin dəvəti ilə Həzrət Mədinədən çıxdı. Bəli. İndi bizim dəyərli alimlərimiz İmam Hüseyin əleyhissalamın qiyamını deməli, təhlil edəndə görürlər ki, Həzrət əgər Küfəlilərdən də məktub almasaydı, o qan içən, o qəddar, o şərab içən Yezidə qarşı qiyam eləyəcəkdi. Çünki əmr və məruf və nəhyəz münkər bunu tələb eləyir.
yaxşılıqlara əmr edib, pisliklərdən çəkindirmək imamın vəzifəsidir. Və imam peyğəmbərlərin ardıcılıdır. Peyğəmbərlər nə iş görürlərsə, imam da o işi davam etdirir. İnsanları zalımı başa əyməkdən həzər edir və Allaha iman gətirib, Allaha tabe olmağa dəvət edir. İmam Hüseyin əleyhissalam da öz nümayəndələrini göndərdi. Misal üçün, birini göndərdi Müslim ibn Əqil, öz əmisi oğlunu. İkinci, Qeys ibn Müsəhər Seydavi. 2 dənə, səhvlərimizə 3 dənə, üçüncünün adı yadımdan çıxıb, 3 dənə elçi müxtəlif vaxtlarda Kufəyə göndərir. Amma onların üçünə də bu Kufə cəmaati haqsızlıq eləyir. Yazdıqları məktublarda o məhəbbət ki, o qələmlər əllərinə alıb yazmışdılar ki, ya Hüseyin gəl, həyatımız xəzana dönüb, sən gəl baharı çevirginən və buranı ədalətlə doldur, zülmün əlindən bezmişik, yorulmuşuq, sən gəlib bu ümməti islah edə bilərsən, biz sənin arxandayıq, artıq bunlardan səs-səmir yox idi. Həzrəti Müslim də tənhalığını hiss elədi. Allah rəhmət eləsin Xurşid Banu Natavanı, o Həzrəti Müslimin dilindən bir nohə də qeyd edib. Çünki Müslimin daha əli çatmadı. Həzrəti Müslim İmam Hüseynə necə xəbər göndərsin ki, gəlmə. Üzünü tutdu küləyi sarı. O da qəşən nəzmə çəkib. Söylə Hüseynə, ey Səba, Kərbəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə dərdü bəlaya, gəlməsin. Əhsən. Böyük bir nohədir, çox da ali səviyyədə Xurşid Banu Natavan xanım bunu yazıb. Bu nohəni yazıb, Allah ruhlarını şad eləsin bütün şairlərin. Həzrəti Müslimin şəhadət xəbərini İmam Hüseyin səfərdə, yol üstündə, belə desək, üzü Məkkədən Kərbəla səmtinə yollananda, onlarla ki, kimlər ki o tərəfdən gəlirdi, soruşdu ki, Müslimdən xəbər yoxdur. Dedilər, Müslimi şəhid elədilər. Həzrət bu ayəni oxudu. Yəni, ey Müslim, sən şəhadətə ucaldın və bizim də növbəmiz gələcək, biz də gəlib qovuşacaq. Hacı, bu günləri belə bir məsələ mənə rast gəldi. Deyir ki, Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Deyir, Həzrəti İmam Hüseyin əleyhissalam Aşuradan bir gün qabaq gördü ki, bir nəfərdə uzaqdan bir kölgə kimi gəlir. Həzrət Əbəlfəz ağa dedi ki, gör o gələn kimdir? Yaxınlaşanda gördü ki, Süffeyn qazilərindəndir. Biz ki, qazi deyirik bu müharibədə yaralanmışlara. Süffeyn qazilərindəndir. Dedi, kimdir? Dedi ki, Müslim ibn Kəsirdir. Müharibədə ki, yaralanmışdı. Bir ayağı axsaq idi. Sürünə-sürünə, yəni bizim öz dilimizlə desək, gəlib çatmışdı. İmam Hüseyin əleyhissalam dedi ki, niyə gəlmirsən? Dedi, ya Hüseyin, mən o gözləyənlərdənəm və mən yəntəsir. Mən eşitdim ki, sən ya Hüseyin tək qalmısan Kərbəlada, mən gəldim özümü yetirim. Deyir, İmam Hüseyin əleyhissalam xoş halına qucaqladı onu, bağrına bastı. Meydana gedəndə İmam Hüseyin əleyhissalam baxdı ona, dedi, ya Hüseyin, mən narahat olma, mən elə qazi olsam da mən sənin yolunda hazıram bu dəqiqə gedib canımı fəda eləməyə. Deyir, gedəndə ki, o axsaq vəziyyətdə gedmişdi, o lənətə gəlmişlər bizim dilimizlə. Başladılar bunu lağa qoymağa, gülməyə. Deyir, qılıncını çəkdi, deyir, qılınclara səsləndi ki, ey qılınclar, görün mən Əlinin və oğlunun yolunda necə canımı qurban edirəm. O və mən yəntəzir, mən deyərəm ki, bütün zamanlara aiddir ki, doğrudan həmişə Əhl-i Beytin balalarının yolun, bəli, onların yolunda, dinin yolunda daima gözləyənlər var. Allah hamını o haqq yolun gözləyənlərdən qərar versin. Çox sağ olun Hacı. Mən sizə gözəl məlumatlar üçün təşəkkür edirəm. Allah ömrünüzə, nəfəsinizə bərəkət versin. Minnətdarım. Əziz izləyicilərimiz, növbəti qonağımız Simran Əliyevdir. İnşallah Quran tilavət edəcək və inşallah sözü ona veririk. Buyurun. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ألف لام را
تلك آيات الكتاب وقرآن مبين ربما يود الذين كفروا لو كانوا مسلمين ذرهم يأكلوا ويتمتعوا ويلههم الأمل فسوف يعلمون وما أهلكنا من قرية إلا ولها كتاب معلوم ما تسبق من أمة أجلها وما يستأخرون وقالوا يا أيها الذي نزل عليه الذكر إنك لمجنون لو ما تأتينا بالملائكة إن كنت من الصادقين ما ننزل الملائكة إلا بالحق وما كانوا إذا منظرين إنا نحن نزلنا الذكر وإنا له لحافظون صدق الله العلي العظيم. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Çok sağ olsun Ramazan. Allah ömür ve nefes ve bereket versin. Allah razı olsun. Bizim salamımız Hüseyn'e, onun Kərbəlasına. Bizim salamımız o Hüseyn'e ki, canımız fəda olsun ona. Bizim salamımız Hüseyn'e ki, susuz can verdi. O kəs ki, Allah yolun bizə nişan verdi. Əziz izləyicilərimiz, yenə də söz qonaqlarımızındır. Əziz Ustad Hacı Əzzaman, istərdim inşallah Nuhə, Mərsiyə nə töhfəsi varsa inşallah təqdim eləsin. Buyurun Hacı, nə inşallah təqdim edərsiniz Nuhədən, Mərsiyədən? Mövzumuzla bağlı Seyyid Əli qardaşım, məsləhət bildim ki, elə gözəl klassik şairlərimizdən Əbülhəsən Razinin Allah rəhmət Nuhəsi eləsin. var, bəli, Allah ruhunu şad eləsin. Belə əhd eyləmişəm ey bacı cananım ilən, ərsə-i kərb-ü bəlada boyanam qanım ilən. Bəli. Belə əhd eyləmişəm ey bacı cananım ilən, ərsə-i kərb-ü bəlada boyanım qanım ilən,
Erseyi çer bu belada, boyanım kanım ile. Çünkü bu cami ecelde şeker-u şehdim var. Bu sebepten susuz ölmeyliye çok cehdim var. Alemi zerrede canan ile bir ehdim var. Varam öz eyledim ehd ile peymanım ile. Belə əhd eyləmişəm ey bacı cananım ilə. Erseyi çər bu bəlada, boyanım qanım ilə. Erseyi çər bu bəlada, boyanım qanım ilə. Bacı əhdim budur bu çöldə gərək qana batam. Qanımı Ekberimin qanına şövq ilə qatam. Can verib teşne gərək isti qum üstündə yatam. Cismi mecruhim ile sineyi suzanım ile. Belə əhd eyləmişəm ey bacı cananım ile. Erseyi çər bu bəlada, boyanım qanım ile. Erseyi çər bu bəlada, boyanam qanım ile. Qan içində eləyim həqq ilə bir razı niyaz. Budur əhdim ki quram burada gərək məclis raz. Can verən vaxtidə meydanda qılam bacı namaz. Dəstəmazım ola bu şərt ilə öz qanım ilə. Belə əhd eyləmişəm ey bacı cananım ilə. Erseyi çər bu bəlada, boyanım qanım ilə. Erseyi çər bu bəlada, boyanım qanım ilə. Düşdü İbrahim əgər şövq-i həvayı eşqə, etmədi tab veli dərd و belayı eşqə. Bircə qurban ilə gəldi o minayı eşqə. Gəlmişəm mən buraya etmiş iki qurbanım ilə. Belə əhd eyləmişəm ey bacı cananım ilə. Erseyi çər bu bəlada, boyanım qanım ilə. Erseyi çər bu bəlada, boyanam qanım ilə. زورقی جسم موار لجه خونیست نجات. تشنهی عشق verir سوزی ateş abi hayat. İçmərəm gər tuta dünya üzünü abi Ferhat. Bəzmi vəslə gedirəm
bu ləbiət şanım ilən. Belə əhd eyləmişəm ey bacı cananım ilən. Ərseyi kər bu bəladan boyanım qanım ilən. Ərseyi kər bu bəladan boyanım qanım ilən. Əhli küfə yetirir zulmini itmamə bacı. Bədənimdə dəxi qoymazlar qalacağım bacı. Nizələrdə apararlar başımı Şamə bacı. Bədənim yerdə qalar peykəri yanım ilən. Belə əhd eyləmişəm ey bacı cananım ilən. Ərseyi kər bu bəladan boyanım qanım ilən. Ərseyi kər bu bəladan boyanım qanım ilən. Zeynəb ərz eylədi qardaş, bilirəm ruzi cəza. Sən ilə həşrə gəlir başlar əlindən şühəda. Üsərani başıma cəm edərəm mən də əxa. Gələrəm məhşərə bu zülfü pərişanım ilən. Belə əhd eyləmişəm ey bacı cananım ilən. Ərseyi kər bu bəladan boyanam qanım ilən. Ərseyi kər bu bəladan boyanım ilən. Ya Hüseyin, Ya Hüseyin, Ya Hüseyin, Ya Hüseyin, havli qiyamətdə yetiş imdada. Raziyəm bircə ümidim sənə var üqbada. Ağlaram olsa həyatım nə qədər dünyada. Gecə gündüz sənə bu didəyicir yanım ilən. Belə əhd eyləmişəm ey bacı cananım ilən. Ərseyi kər bu bəladan boyanım qanım ilən. Ərseyi kər bu bəladan boyanım qanım ilən. Bizim salamımız Hüseynə, onun əmmən yücib zikrinə. Bizim salamımız Hüseynə, onun qərib balalarına. Bizim salamımız Hüseynə, Səkinənin nalələrinə. Bizim salamımız Hüseynə, Səkinənin Allah Allah nidalarına. Əziz izləyicilərimiz, sözü verək yenə qonağımız Simran Əliyevə. İnşallah bir qəsidə və nohə ilə siz əzizlərin xidmətində olacaq. Buyur. Allah. İlahi dağdaşa əsər qoyubdu sözlərim. Bir ömrü Kərbəla
yolunda qaldı gözlərim. Can üstüyəm atam, anam hər aya gəlmədi. Nə yeddi qardaşım, biri əzaya gəlmədi. Aman, 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 ölür cəhani dağlayan. Aman, 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 qəribə olmaz ağlayan. Bir el əziz idim, mənə gərək el ağlasın. Bu tozlu zülfümə əsən zaman yel ağlasın. O qədri yalqızam, qəmimdə yoxdur ağlayan. Nə var diyas tutan, nə var gözümü bağlayan. Aman, 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 ölür cəhanı dağlayan. Aman, 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 qəribə olmaz ağlayan. Zeynəbəm Ali Əbanın evinin zivəriyəm mən. O şərafətli evin Fatimeyi digəriyəm mən. Sədəfi xançı vilanın Ələvi cöhəriyəm mən. Gülşəni helm-i həyanın qulu nilufəriyəm mən. Göz açan gündən anam Fatimə tək Heydəriyəm mən. Nənəmin bənzəriyəm mən, odur ki Heydəriyəm mən. Zeynəbəm eşqi həqiqi məni hörmət eləyibdi. Zat-ı yekta mənim həqqimdə inayət eləyibdi. Dil açandan məni məftun vilayət eləyibdi. Məni Zəhra kimi dəryayı şəhamət eləyibdi. Qafə izzətdəki ənqan-ı həqun şəhbəriyəm mən. Nənəmin bənzəriyəm mən, odur ki Heydəriyəm mən. Nənəmin eşq و vəfasın həqi davər bəyənibdir. Hüsnü rəftarını dünyada peyğəmbər bəyənibdir. Nənəmin qeyrətini göydə mələklər bəyənibdir. O mələklər hələ qalsın, onu Heydər bəyənibdir. Bəxtə bax, süfrə-i eşqün göz açandan duzu yoldum. Asimani ədəbün mərifəti ulduz yoldum. Eşq-o isaridə mən Fatimənin düz özü yoldum. Başımı Allah ucaltdı, çün Əlinin qızı yoldum. Əzəmətli atamın təkdəriyəm mən. Nənəmin bənzəriyəm mən, odur ki Heydəriyəm mən. Zeynəbəm Məhdi vilayətdə göz açdım, boya çatdım. Şövqü dünyanı Hüseynim kimi başdan çölə attım. Kufədə sındı başım, qanımı göz yaşına qatdım.
Elə ki bəndə danışdım, nənəmin başını ucaltdım. Səslədim zülmü yıxan Fatimənin mədhəriyəm mən. Nənəmin bənzəriyəm mən, odur ki Heydəriyəm mən. Oskutun səslədim əvvəl, o çölün həngi dayandı. Batdı səslər hamının dildəki neyhəngi dayandı. Hərzə öyrətlərin əllərdə dəf o təngi dayandı. Orada hətta dəvələr gərdəninin zəngi dayandı. Dedim, ey hərzə cəmaət, şühəda yavəriyəm mən. Nənəmin bənzəriyəm mən, odur ki Heydəriyəm mən. Bir zaman dolandı xanım Zeynəb salamun əleyha ki dünyasını dəyişirdi. Kimi çağırdı? Bir yerdə Hüseyin can verirəm, sayədə yoxdur. Bir yerdə Hüseyin can verirəm, sayədə yoxdur. Zeynəb də sənə qurban ola, həm sayədə yoxdur. Hüseyin, Şam'a gəlsəm də Kərbəla dur vətənim. Sən yatayan yerdə yatıp ta yeri ruhimdə mənim ay qardaş. Nə olayar qəbridə bahəm yataq ay bir kəfənim. Sənli qəbrə gələ Zəhraya, yaza yoldaşlıq olaya. İkisi bahəm ölüblər, bacı qardaşlıq ola ay qardaş. Xanım Zeynəb şəhadət anında kimləri çağırdı inşallah, onu deyəcəm xidmət üzrə. Ölür Zeynəb, Hüseyin qardaş, hayandasan gəlindi dadən. Yanımda bir kəsim yoxdur, gözüm qalıbdı Kərbəlada. Nə başım üstə ağlayan var, nə gözlərimi bağlayan var. Gözüm nuri, əbəl fəzlim, hayandasan vəfalı qardaş. Bu qürbətdə çıxır canim, hər aya gəl yaralı qardaş. Gələn yolun fədası olayam, qələm qolun fədası olayam. Əli Əkbər, bibül qurban, məhəbbətün mənə nişan ver. Səsün gəlsə başım üstə, bu son nəfəsdə bir azan ver. Danış tapım səfa sözündən, öpüm o qan dolan gözündən. Nə başım üstə ağlayan var, nə gözlərimi bağlayan var. Toyu yasə dönən Qasim, varımdı səndən iltimasim. Ölüncə saxladın Yasin, mənim də başlayıbdı Yasin. Əli Əsğər,
susuz dilbər, boğazın ox biçən kəbutər, boğazından axan qanin, su fərz edib biçən kəbutər. Şirin dillim, rüqəyyəm gəl, geyən və əza libasın, gözüm qurban, oxi Qur'an, öpüm ayağımın yarasın. Gəlindi dildə zikrim eyvay, denən adamsızam mən lay lay. Nə başım üstə ağlayan var, nə gözlərimi bağlayan var. Nə başım üstə ağlayan var, nə gözlərimi bağlayan var. Çox sağ ol Kərbəlayı, Allah razı olsun. Allah nəfəs və ömrə bərəkət versin. Bizim salamımız Hüseynə, Rüqəyyənin ağlamalarına, bizim salamımız Rüqəyyiyə, bizim salamımız Hüseynə və Rüqəyyənin əyaq yaralarına. Əziz izləyicilərimiz, bununla da verilişimizin sonuna yetişdik. Allahdan istəyirik, Allah gözlərimizi yalnız Allah qorxusu və Əhl-i-Beyt əzasını ağlasın, gözlərimiz qiyamətdə ağlamasın və siz əzizlərə bu əzalı günlərdə çoxlu savab və səbr diləyirik, arzu edirik. Çox sağ olun, gələn verilişlərdə görüşmək ümidi ilə. Çox sağ olun.